Bugün əmim qızı ilə birlikdə Şəmkirdə yerləşən dadlı restoranına getdik. Çoxdan da görüşmək istərdik. Dedim ki, dadlıya gedək. Həm bol-bol söhbət edərik, həm də estetik şəkillər və videolar çəkərik. Qızların arada sırada da olsa belə görüşməkləri həqiqətən də terapiya kimi olur. Bilirsiniz ki, dadlının yeməklərini, kofelerini və şirniyyatlarını hədsiz çox bəyənirəm. Bunu dəfələrlə sizlə bölüşmüşdüm. İndi müdiriyyət dəyişibdir. Yeni menyu tərtib olunub. Eyni zamanda servis xidmətini gücləndiriblər. Əvvəllər bilirsiniz ki, servisdən biraz şikayət var idi. O artıq yenilənib və düzəlib. Bu arada qızlar, bu yeməyin dadını o qədər çox bəyəndik ki, yenə gəlsəm mütləq sifariş edərəm. Həm görünüşü möhtəşəm idi, həm də dadı əla idi. Bu arada az da olsa dadlının interyerini sizlərlə bölüşmək istəyirəm. Şəmkirdəki ən yaxşı mənzərəyə sahib restoran bura ola bilər. Əmim qızı Rusiyada yaşayır və demək olar ki, Azərbaycana ancaq yay aylarında gəlir. Gəlmişkən dedik ki, mütləq şəkildə görüşməliyik. Elə dadlıdan çıxandan sonra geyim mağazasına getdik. Əmim qızı özünə bir neçə şey almaq istəyirdi. Girmişkən tam lokumu güzgüdə sizə göstərdim. Biraz bu mağazada gəzdikdən sonra birlikdə marketə getdik. Marketdə də biraz fırlandıq. Bu arada mənim paylaşdığım Dubai şokoladlı kofedən Bazar Store'da da var idi. Ümumiyyətlə kofe çeşidləri burada çox idi. Bu arada dırnaqlarımı da yeniləməyin vaxtı gəlib. Onu da növbəti vloqlarda sizlərlə paylaşaram. Günümüz bu şəkildə keçdi. Ümid edirəm sizlər üçün maraqlı oldu.